Kayıt başladığına göre. Salam gençler. Bugün baxacağımız mövzular proqram təminatı mövzusudur. Nədir bu proqram təminatı? Yenə tənbəllik eləmsən, PDF-dən oxumaq yerinə gəlib videodan izləyirsən. Olsun, olsun. Yenə də baxaq. Deməli uşaqlar, buradan sizə deyəcəyim şeylər, proqram təminatında bu dərsdə, bu videoda deyəcəyim şeylər aiddir 6-cı sinif RFM Respublika fənn müsabiqəsinə hazırlaşan uşaqlar üçün yaxşı materialdır. Yəni abituriyentiyədəki sırf proqram təminatı dərsini oxumaq yerinə videoya baxan biriləri üçün baza məlumatları olaraq yaxşıdır. İstəyirsən dinlə, amma yaxşı olar ki, abituriyent dərsliklərindən oxusaz, daha effektiv olar. Keçək yenə də mövzuya. Deməli, uşaqlar, proqram təminatına keçməzdən əvvəl qısa bir detal deyəcəm, qısa bir özət keçəcəm. Belə yadınızda saxlamağınız daha rahat olar. Necə eləsəz yaxşı olar? Tutaq ki, bu olsun Mələk. Mələyin kompüteri var. Bu olsun Mələyin kompüteri. Gördüyünüz kimi bir laptopdur. Və bu kompüterin başqa bir növündə deyək ki, nümunə olaraq bu olsun Ayşə. Ayşənin kompüteri isə masaüstü bir kompüterdir. Masaüstü kompüterdə bildiyiniz kimi aparatlar çox olur. Burada onun mausu olsun, burada səs ucaldanlar olsun və bildiyiniz kimi olmazsa olmazımız sistem blokudur. Biz burada bu hər iki dostumuzun kompüterlərinə çöldən baxanda gördüyümüz bir şey var. Aparatlar. Və bu aparatların bir yerdə olduğu hala, bir çoxluğuna deyirik aparat təminatı. Aparat T yazıram qısa olsun deyə, vaxt getməsin deyə. Amma sən artistik olsun deyə buna hardware də deyə bilərsən. Ad olaraq qabağına çıxanda beynin qarışmasın deyə hardware, aparat təminatı. Bunu belə düşün. Çöldən gördüyün, toxunduğun hissələr olur kompüterin hardware-si, yəni aparat təminatı. İndi bunu kateqoriyalandıra bilərik. Bu biraz geniş və detallı bir mövzudur. Ona görə buna indi girməyəcəyik. Və biz kompüteri açanda Mələk nə gördü? Mələk gördü burada kiçik-kiçik ikonlar var. Bu ikon, yəni onun proqramlarıdır. Proqramların çox olduğu yerə də deyirik proqram təminatı. Amma təkrar deyirəm, sən artistik olsun deyə istəyirsən buna software-dir. Proqramlar isə sənin görmədiyin, gördüyün amma toxuna bilmədiyin, yəni kompüterin içərisində işləyən şeylərdən birisidir. Proqram təminatı deyəndə sən burada məntiqən tuta bilərsən ki, bu proqram təminatı hansı növlərə ayrıla bilər. Kompüteri açdın, içəridə gördüyün, ekranda gördüyün şeylər deyirsən ki, ya bu proqramlar ən əvvəlcədən bu kompüterin içərisində var imiş. Yəni sən getdin kompüter almağa və kompüter alandan sonra ona yüklənən ilk proqram nədir? Biraz düşünsən, tezcə cavab beynində yaranır ki, sistemdir də, yəni birinci ona sistemi yükləyirik. Sistem deyəndə nəzərdə tutduğum səncə nə ola bilər? Təbii ki, əməliyyat sistemi. Əməliyyat sistemlərinin nələr aid olduğunu bilirsən. Bura aiddir, məsələn, Windows, ola bilər Linux, telefonlardan söhbət getsin, məsəl üçün Android ya da ki, biraz fərqli bir kateqoriya desək, iOS var. Apple-ın əməliyyat sisteminə iOS deyirlər. Belə yazılır, iOS. Deməli, proqram təminatının növlərindən birisi oldu nə? Sistem proqram təminatı, sistem software. Yəni, sistemin özündə olan, içərisində, başlanğıcda olan şeydir. Yox, əgər sən deyirsən ki, bu sistem, əməliyyat sistemin üstündə gələn proqramlar, əməliyyat sistemin özü mənə bəs eləmir deyirsənsə, sən özünə sonradan nə yüklürsən? Tətbiqi proqramlar, tətbiqlər yüklürsən. Bunu mütləq eşitmirsən, adına tətbiq deyirlər. Tutaq ki, WhatsApp tətbiqi, Instagram tətbiqi, tətbiq. Buna deyirik tətbiqi proqram təminatı ya da ki, buna bəzən application deyirlər. Application software. Hə, tutaq ki, bu arada tətbiqi proqram təminatına sonradan yüklədiyimiz proqramlar aiddir. Məsəl üçün, kompüterdə, gəlin hətta nümunə üzərindən baxaq. Tutaq ki, görürsünüz, bu Brave-dir. Kompüter yüklənən kimi içəridə gələn bir proqram deyil. Bu bir axtarış sistemidir. Bunu mən sonradan yükləmişəm. Olur tətbiqi proqram təminatı. AnyDesk sonradan yüklənib, CodeBlocks, OBS Studio, Discord, Visual Studio Code və s. Bunların hamısı olur tətbiqi proqram təminatı. Ya da ki, application software də deyə bilərsiniz, fərqi yoxdur. Amma gəlirik üçüncü məsələyə. Sənin istədiyin şey nə əməliyyat sistemində gəlib, nə axtarırsan yükləmək üçün tapa bilmirsən, onu sən başlayırsan deyirsən ki, bəlkə özüm düzəldim bu proqramı, bəlkə özüm yazım. Məsələn, sən elə bir şey istəyirsən ki, sən həmin proqramda həm oyun oynaya biləsən, həm dərs oxuya biləsən, həm də tənbəllik də eləyə biləsən də. Yəni, bir yandan maraqlı videolar izləyib, bir yandan da nələrsə öyrənəsən.
Təbii ki, bunu ancaq yuxuda eləyə bilərsən, amma tutaq ki, elədin. Tutaq ki, istəyirsən ki, bir düzəldəsən, bunu nə etmək lazımdır? Bunu deyirik. Sən ancaq proqramlaşdırma alətləri deyirik buna. Ya da ki, sən buna software tools da deyə bilərsən. Bu ad bəzən belə də keçir. Yəni sən gedib proqramlaşdırma alətlərindən istifadə edərək özünə yeni proqram təminatı düzəldirsən bir növ. Təzə bir proqram yaradırsan. Məsəl üçün bir adam çıxır, deyir ki, elə bir oyun olsun ki, o oyunda çoxlu oyunçular olsun, hər oyuncunun fərqli özəlliyi olsun və yarışlar olsun. Məsələn, orada futbol da oynaya biləsən, gedib elmas da toplaya biləsən və s. Və bu adam nə edir? Ortaya atır Brawl Stars oyununu. Çox adam yəqin ki, Brawl Stars'dan nə olduğundan xəbəri var. Proqramlaşdırma alətlərini, hansı proqram dillərini bilirsən məsələn? Ola bilər C++, buna deyirlər C Sharp. C Sharp. Ola bilər Python, Python yox, Python da yox. Bunun adını düz tələffüz eləyin. Düz yaza bilsəm təbii ki. Bunun adı olur Python ya da ki Java, JavaScript və s. Bunların adlarını əzbərə bilməyinizə ehtiyac yoxdur. Bir neçə nümunəni bilsəz, onsuz da kafanız çalışacaq, biləcəksiniz. Tətbiqi proqramlar da sonradan yüklənən proqramlardır demişdik. Yəni ki, bura qədər hər şey qaydasındadır. Elə bu qədərini bilsəz belə, siz proqram təminatından müəyyən qədər irəliləyiş göstərmisiniz deməkdir. İndi gələk, mənim tabletimin ekranı işləsə təbii ki, proqram təminatının 6-cı və 7-ci sinifdə verilən detallarına baxaq. Baxın, proqram təminatı deyəndə sən birinci kompüteri açdın, hər hansı bir proqrama getmək istəyirsən və bu proqramı bir neçə yolla başlada bilərsən. Buna deyirik iş masasından başlatmaq. Məsəl üçün, iş masası nədir? Baxın, iş masa buradır. Mən buradan hər hansı bir proqram başlatmaq üçün, burada nə verilib? Deyir ki, gəlin mən buradan yaxınlaşdırım ki, siz rahat görəsiniz. Qovluq pəncərəsindən başladılması, baxın, oxuya bilərsiniz. Proqram simgəsi iş masasında yoxdursa, onun yerləşdirdiyi qovluğu açıb simgəni qoşa çıxıltı ilə başlatmaq olar. Tutaq ki, mən gedirəm qovluğa, mənim qovluqlarım hardadır, məsələn, olsun bura. Burada hər hansı bir proqram tapıram və bu proqram elədir ki, mənim ekranımda yoxdur. Videos deyib, tutaq ki, bu proqram deyil indi, olsun bu. Bu mənim ekranımda yoxsa, mən gərək gəlim bunu qovluqdan tapım açım. Davam edirəm. Məsələn, başqa hardan başlada bilərsən? Olsun. Yəni, mənim ekranım yoxa çıxdı yenə. Buradadır. Sonra baş menüdən başlatmaq. Baxın, uşaqlar, baş menü bu hissədir. Gedirsən, buradan axtarırsan istədiyin bir proqramın adını. Məsələn, mən istəyirəm Outlook-onu başladım. Kalkulator getdi. Hə, Outlook. Adını yazıram bura, görürsünüz. Proqramın özünü göstərir mənə ki, get buradan başlat. Okay. Tez başlatma zolağı, buna bəzən taskbar da deyirlər. Tez başlatma zolağı, baxın, bu aşağı hissədir. Buradakı proqramları görürsünüz yəqin ki. Taskbar, yəni tez başlatma zolağı bizim nə işimizə yarayır? Məsələn, mən tez-tez mahnıya qulaq asmağı sevirəm, amma Spotify hər dəfə ekrandan tapmaq istəmirəm. Ona görə gətirib taskbara, tez başlatma zolağına, əlimin altında Spotify yerləşdirirəm. Qoşa çıxıltı bu hamımızın bildiyidir. Hansı proqram açmaq istəyirsinizsə, gedib üstünə tik-tik 2 dəfə klikləyirsiniz, açılır həmin proqram. Aha, yəni bu başlatma üsullarının bir neçəsidir. Belə məntiqən əzbərləməyə ehtiyac yox. Məntiqən kafanızda çalışırsa tutursunuz. Sonra gəlir bu shortcut məsələsi. Bu shortcut söhbəti açılanda yenə uşaqların qorxulu rüyası başlayır. Shortcut uzun bir proqram yoludur. Tutaq ki, iç-içə yerləşən faylın bir içərisindədir. Mən gedib onu hər dəfə oradan açmaq yerinə onun qısa yolunu yaradıram ekrana. Tutaq ki, baxın, mən fayllarımın içərisində bir kod yazmışam təzə. Bu gedib harasa düşüb indi. Mən hər dəfə gəlib onu buradan axtarmaq yerinə mən bunu gətirib ekrana qısa yol olaraq yerləşdirirəm. Tutaq ki, HTML olaraq buraya yerləşdirmişəm. Və mən bunu çalışdıranda tez gəlir ekran elə bir ki, tez aça bilirəm həmin qovluğu deyək də proqramı. Shortcut bu işə yarayır. Burada baxın, qısa yollar var. Nədir bu qısa yollar? Ctrl-A, Ctrl-V bu tərz şeylər. Bunları da əgər təməl İngilizcəniz varsa, onsuz da çözürsünüz. Məsələn, Ctrl-A sözü all sözündən xatırlaya bilərsiniz. All hamısı deməkdir. Ctrl-A hamısını seçir. Ctrl-B, B sözünü bold sözünə yada saxlayın. Qalınlaşdırmaq, qalın deməkdir bold. Ctrl-C copy sözündən gəlir, kopyalamaq. Burada bir neçə detal var. Bunların hamısını əzbərə bilməyinizə ehtiyac yoxdur. Əsas məsələləri bilin bəsdir. Məsələn, Ctrl-A kopyalamaqdır. Ctrl-B bolddur. Ctrl-A-ya kopyalamaq dedim hemen. Ctrl-A all, select all hamısını seçir deməkdir. Kopyalayırsan, kopyaladığın şeyi yapışdırmaq istəyəndə Ctrl-P-yə basırsan.
Əgər səhv yapışdırdın, geriyə almaq istəsən Ctrl Z-ə basırsan. Çox geriyə aldınsa, bir dənə irəli almaq üçün Ctrl Y-dan istifadə edirsən. Gördün ki, mətnin qalındır, istəyirsən biraz da yana əyilsin, üzünü belə sağa əyilsin. Ona deyirik italik və adından da bəllidir ki, italikdirsə i-yə basarsan Ctrl I. Məncə hələ ki bu qədəri bəsdir, yəni bilməyiniz üçün. Detallarına yenə də buradan baxa bilərsiniz, amma mənim məsləhətim nədir? Bunları buradan əzbərləmək yerinə açın Word faylını kompüterdə. Başlayın hamısını bir-bir yoxlamağa. Bir dənə mətn yazın. Yazdıqdan sonra başlayın Ctrl A, B, C-də hamısını yoxlayın bir-bir. Görün nə işə yarayır. Çünki praktis olmadığı müddətcə sizin yadınızda çətin ki qalsın. Əzbərləmək ya da niyə bu videodasan? Yəni dərsi oxumamaq üçün, PDF oxumamaq üçün axotun yoxdur. Çünki birisi izah edir, gəlib izahı dinləmək sənin üçün daha rahatdır. Mən də olsam mən də belə eləyərdim. Yəni sənin qınamı. Baxın, burada bu 6-cı 7-ci sinif materiallarının arasında bu sənin qabağına çıxa bilər. İnformasiyanın təqdim etmə üsullarından birisi cədvəldir. Cədvəl sətr sütunlardan ibarətdir. Onların kəşfmasında xanalar olur. Bunu mənim deməyimə ehtiyac yoxdur. Bunu yəni zəhmət olmasa bilin. Diaqramdan istifadə edirik. Sətr və sütunlu diaqramlardır. Bunlar nəyə görə vermişəm? Bəzən salırlar, bu tərz suallar verilir bizə. Ona görə bilsəz yaxşı olar. Bayaqlar danışdığım şeylərdir. Burada instrumental yazılıb. Buna deyirik alət. Alət, proqramlaşdırma alətləri. 3 yerə ayırdıq. Sistem proqram təminatı, tətbiqi proqram təminatı və proqramlaşdırma alətləri. Bu PDF əgər sizdə yoxsa mən bunu sizə göndərə bilərəm ya da ki çalışacağım yerləşdirim videonun bir hissəsinə. Özünüz də araşdıra bilərsiniz. Application software nədir, sistem software nədir, detallar nələrdən ibarətdir və burada da biraz daha detallı şəkildə verilib. Amma yox, siz daha detallı bilmək istəyirsinizsə, daha detallı öyrənmək istəyirsinizsə, baxa bilərsiniz proqram təminatının güvən nəşriyyatdakı materiallarına. Buradakı materiallarda biraz çoxdur əslində, uzundur. Yenə də buradan da göz gəzdirə bilərsiniz. Eyni şeylər sadəcə uzadaraq danışır. Aparat təminatı nədir, proqram təminatı nədir, proqram təminatının nə aiddir və onun tərkib hissələrində nələr var. Məsələn, mən əməliyyat sistemi haqqında danışdım, amma əməliyyat sisteminin detalları haqqında burada verilir. Android, iOS, Linux, macOS, Windows və s. Burada onun növləri haqqında detallı şəkildə danışılır dediyim kimi. Amma sənə bunları əzbərləməyə ehtiyac yoxdur. Məlumat olsun deyə bilmək istənsə nə gözəl. Oxu, mütləq oxu. Oxuyanda onsuz da yadında qalacaq müəyyən qədəri. Amma əzbərləməyin tərəfdarı deyiləm qətiyyən. Çətin gələcək onsuz da bu qədər şey əzbərləməyin çətin məsələdir. Tətbiqi proqram təminatı nə olduğunu bildik, sonradan yüklənən proqramları idi. Və bura mətn redaktorları, elektron cədvəl, baxın başlıqların hamısı verilib. Bunların hamısına özün baxa bilərsin. Bir də proqramlaşdırma alətləri var. Proqramlaşdırma alətləri də bayaq saydığımız proqramlaşdırma idi. Bunlara aid idi maşın dilləri, formal dillər, kateqoriyalara ayıracaq olsa, hətta burada da verilib, baxın, maşın dilləri, formal dillər. Yəni, bunlarla da bağlı oxuya bilərsən, amma bayaqları izah elədiyim və PDF-də gördüyün şeylər sənə tam kifayət edir. Ona görə də yaxşı olar ki, həm PDF-i biraz oxuyasan, həm də bu videodan da yararlanasan. Ümid edirəm ki, sənin üçün aydın bir dərs oldu. Növbəti dərslərdə görüşərik. Diqqət elə özünə.